vaxtınız xeyirli olsun. Günün ortası başladı. Diqqətiniz bizdə olsun. Çox maraqlı mövzumuz var. Qonaqlarımız kimdir? İlk öncə mövzumuzu deyim, sonra isə qonaqlarımızı təqdim edəcəm. Çimərlik mövsümü və təhlükəsizlik qaydaları. Və əlbəttə ki, qonaqlarımızı təqdim etmək lazımdır. Orxan bəy Musayev, təhlükəsizlik eksperti, xoş gəlmisiniz. Məhbuə xanım Mehdiyeva, araşdırmacı ekspert, xoş gördük sizi. Və bizim musiqili qonağımız Yaşar Yusuf. Xoş gəlmisiniz. Xoş gördük. Orxan bəy, istəyirəm sizinlə başlayaq. Ümumiyyətlə, çimərlik mövsümündə təhlükəsizlik deyəndə nəyi nəzərdə tuturuq və təhlükəsizlik necə təmin olunmalıdır? Yay mövsümünün gəlişi ilə əlaqədar insanların çimərlikdən istirahət və idman məqsədi ilə istifadəsində artım müşahidə olunur. İnsanlar çimərliklərə üz tuturlar. Lakin çimərlikdən təhlükəsizlik qaydalarına uyğun istifadə etmədikdə bu istirahət xoş xatirələrlə deyil, faciələrlə yadda qala bilər. Ona görə də çimərliklərin seçimindən başlayaraq artıq təhlükəsizlik kriteriyalarına uyğun addım atılmalıdır. Yalnız və yalnız xilasedicilər fəaliyyət göstərən çimərliklər seçilməlidir. Çünki ölkəmizdə həm də dünya təcrübəsində olan statistika onu bir daha təsdiq edir və göstərir ki, xilasedicilər fəaliyyət göstərən çimərliklərdə boğulma halları demək olar ki, yox dərəcəsindədir. Bu da onu göstərir ki, burada təkcə boğulma halından sonraki müdaxilə deyil, boğulmaya qədər olan hədd müəyyən olunur və bu həddi insanlar aşdıqda onunla bağlı mütləq xilasedicilər tərəfindən xəbərdarlıq və təbliğat xarakterli tədbirlər görülür. Çünki çimərliklərdə təşkil olunan xüsusi postlar vasitəsilə insanların müəyyən olunmuş həddən daha çox dərinliyə getdiyi müşahidə edildikdə dərhal onlara xəbərdarlıq edilir və onlar geri qaytarılır. Bu da ümumiyyətlə boğulma hallarının qarşısının alınması istiqamətində mühüm bir addımdır. Yox, əgər boğulma halı baş verərsə, bununla belə xilasedicilər tərəfindən vaxtında və adekvat müdaxilə olunur, insanın boğulma təhlükəsi minimuma enir. Ona görə də insanlar bilməlidirlər ki, çimərlik məqsədi üçün nəzərdə tutulmayan su hövzələrində, kanallarda, süni göllərdə, hətta çimərliklərdən belə, yəni nəzarət olunmayan çimərliklərdən belə istifadə insan həyatı üçün birbaşa təhlükədir. Yəni, çimərliyin seçilməsindən başlayaraq artıq təhlükəsizlik qaydalarına riayət olunmalıdır. İlk növbədə siz deyən məqamlara diqqət yetirmək lazımdır və qırmızı bayraqlara istəyərdim ki, diqqət yetirək. Və biz müəyyən çimərliklərə gedəndə orada gördüyümüz işarələrə bəzən diqqət yetirmirik, nə üçün olduğunu belə bilmirik. İstərdim ətraflı şəkildə sizinlə davam edək bu haqda. Son günlər çimərlik mövsümündən əlaqədar olaraq xəbərlərdən də izlədiyimiz kimi bir çox şəxs həyatını itirib. Bununla bağlı Allahdan rəhmət diləyirəm və ailələrinə səbir diləyirəm. Çox təəssüflər olsun ki, bu kimi hallar hər yay mövsümündə qarşılaşırıq. Lakin bəzi insanlar sual verirlər ki, nədən bu il daha çox biz buna rast gəlirik? Qeyd etdiyiniz kimi həmin o işarətlər, insanların görmələri, yəni düşünməyək ki, hər kəs bu işarətləri görməlidir. İnsanların o qədər sosial problemləri, digər problemləri olur ki, fikirləri ola bilir, dağınıq ola bilir, işarətləri görürlər, bəzən onu anlamırlar və yaxud da anlamaq üçün fürsətləri olmur. Yəni, hər kəs eyni hekayə ilə bu həyata başlamır və məsələ onların daha təhlükəsiz qaydada yaşama fürsətini artırmaqdır. Yəni, qınamaq çox asandır. Niyə bu işarəti görmədiniz, niyə o qırmızı xətləri görmədiniz? Əslində, bütün ekspertlər, bütün maarifləndirmə kampaniyaları insanların yaşamaqlarına xidmət edir. Onları qınamaq və yaxud da niyə bu məsələni izləmədim problemindən deyil. O ki, qaldı sizin o dediyiniz maariflənmə kampaniyalarına. Maariflənmə kampaniyaları hər zaman göründüyü kimi könüllü xarakter daşıyır. Kimisə məcburiyyətlə gətirib siz bu çimərlik qaydalarını öyrənin və yaxud da öyrənməyən deyə belə bir hissə yoxdur. Lakin çox təəssüflər olsun ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə çimərlik mövsümündə həyatını itirən şəxslərin əksəriyyəti psixoaktiv maddələrdən və yaxud da alkohol istifadənin nəticəsində olur. Və Yaşar Yusufla davam etmək istəyirəm. Dənizlə aran necədir, Yaşar? İlk öncə salamlayıram sizi, tamaşaçılarımızı. Valla gedirəm, demin ki, getmirəm, dəniz sevmirəm. O, nə deyirlər, hovuzdan İndi insanlar daha çox hovuza falan üst tutur. Ondan çox dənizi sevirəm. Dənizdə
az da olsa orada çimməyi, orada istirahət etməyi daha çox üstünlük verirəm, amma bu o demək deyil ki, mən necə deyim, o həvəsliyəm. İnsanlar var, yay gəldi, qaçır dənizə, qaçır nə bilim şeylərə. Yox, və açıq sözün açığını deyim ki, qorxuram. Yəni o da var işin içində və heç vaxtı dənizə gəldim, gedim üzüm ki, üzə bilirəm. Amma heç vaxtı üzə bilirəm, mən bacararam, gedim, dəniz mənə nə edəcək, su mənə nə edəcək falan filan. Bu fikirdə qətiyyən deyiləm. Nə qədər insan üzsə də, üzməyə bacarsa da, mükəmməl olsa da o işdə. Düşünürəm ki, o da bir əndazə deyilən bir şey var da, o orada olanda daha yaxşı olur, daha belə maraqlı olur. Amma təbii ki, dəniz suyu, yay, bunlar yay gəldisə, hər kəs gedir dənizə, bu da normaldır. Amma yenə də deyirəm, yerində, məqamında daha çox yaxşıdır. Belə yəni. D vitaminindən də bir qədər danışaq. Çünki bilirik ki, D vitaminini ən çox günəş şüaların altında qəbul etmək olar. Əlbəttə müəyyən qidalar var. O qidaları qəbul edən zaman D vitamini bədənə yaxşı mənimsəyir və tərkibində təbii ki, D vitamini olur müəyyən məhsulların, qidaları. Bundan bəzən insanlar sui-istifadə edirlər, bəzən düzgün istifadə etmirlər və yanıqlar olur. Əvvəl daha çox olurdu. İndi sanki insanlar maariflənir Orxan bəy və günəş kremlərindən düzgün şəkildə istifadə edirlər və eyni zamanda çox maye qəbul etmək lazımdır dəniz kənarında. Biraz o haqqda danışaq. Ölkəmizdə deməli su obyektlərindən istirahət və idman məqsədi ilə istifadə haqqında qaydalar mövcuddur. Çimərliklərin təşkili sadə bir prosedur kimi görsənsə belə, bu çox mürəkkəb bir mərhələli şəkildə aparılan tədbirlər planıdır. Belə ki, çimərlik üçün nəzərdə tutulan yerlərin çimərlik mövsümündən öncə mütləq suyun alt qatında təmizlik işləri aparılmalıdır. Çünki bildiyiniz kimi suyun alt qatında daş, qaya və yaxud hər hansısa bir kəsici alətlər insanların ayağına xəsarət yetirə bilər. O səbəbdən də mütləq çimərliklərin təşkili mərhələsində bu təmizlik işləri aparılmalı. Çimərliyin müəyyən olunmuş çərçivədə dərinliyi müəyyən olunmalıdır. Həmən müəyyən olunmuş hədd çərçivəsində təhlükəsizlik şarları kimi gördüklərimiz maneələr quraşdırılmalıdır. Bundan əlavə olaraq suyun tərkibi ilə bağlı təbii ki, bakterioloji müayinələr aparılır. Əgər çimərlikdən istifadə üçün uyğunluq müvafiq dövlət qurumları tərəfindən təsdiqlənirsə, artıq hər kəsin istifadə edə biləcəyi çimərlik kimi fəaliyyətə başlayır. Çimərliklərin seçimi zamanı da mütləq insanlar, mütləq ki, xilasedicilərin nəzarət etdiyi çimərliklərdən istifadə etməlidirlər. Xanım bayaq bir sıra məqamları qeyd elədi. Bircə məqamla razı deyiləm ki, çimərliklərdə olma hallarının və bu sahədə maarifləndirici və təbliğat xarakterli işlərin insanların öz öhdəliyinə buraxılması kökündən yanlışdır. Çünki bu insanları birbaşa ölümə sürükləməkdir. İnsanlar, hətta deyərdim ki, çimərlik üçün nəzərdə tutulmayan yerlərdə çimmək qadağandır nişanlarını görməsələr belə, mütləq ki, çimməyə icazə olunan nişanları axtarmalıdırlar. Bu iki mərhələli baxış insanları tam sığortalayır ki, yanlışlıqla nəzarət olunmayan çimərliklərdən istifadə etməsinlər. Zaten bir məqam da var orada, çox üzr istəyirəm. Maliyyə məsələsinə istəyərdim bir qədər toxunaq. Bəzi çimərliklər var ki, onlara heç bir maliyyə vəsaiti ödəmədən rahat şəkildə insanlar istifadə edir. Ona görə təhlükəsizlik baxımından özlərini riskə atırlar. Sizin də gəlin davam edək. Əvvəlcə o məsələ çimərlikdə həmin dəridə baş verən o bioloji proseslərə əlavə etmək istəyirəm. İnsan yaradılışına diqqət yetirsək, materiklərə və qitələrə görə insanın dəri tonu, saç quruluşu fərqli olur. Məsələn, Afrika ölkələrində dəri tonu daha tünd və saç isə qıvraq olduğu halda günəş bucaqların düşmə dərəcəsi insanın başını gün təzyiqindən, istiliyindən qoruyur. Dəridə isə yanma baş vermir. Çünki dəri daha tünd rəngdədir. Və yaxud da bu gün doğan Çin, Yaponiya hissələrində gözün üzərində bir ət hissəsi var əlavə. Bu küləyin qarşısını gözdən qorumaq məqsədinədir. Yəni yaradılış
etibarilə biz yaşadığımız qitələrə, ərazilərə uyğunlaşırıq və həm də təbiətin o təbii proseslərindən bir növ təbii şəkildə qorunuruq. Burada sizin dediyiniz günəş qorunma kremləri, bunlar hamısı insan zəkasından yaranan proseslərdir. Amma ilkin növbədə təbiət özündən bizi bir növ təbii şəkildə qoruya bilir. Bəli. Musiqinin vaxtıdır. Yaşarın ifasında bir gözəl mahnı dinləyək. Bir gecelik yanıma gelsen, gecelerimi bölürsen, beni ellerine bir alsan, bana nağıllar danışsan, senden hiç vaxt doymaram, seni tenhalıqda koymaram, öpüşlerimle, o hislerimle, bütün isteğimle. Bir gecelik yanıma gelsen, gecelerimi bölürsen, beni ellerine bir alsan, bana nağıllar danışsan, senden hiç vaxt doymaram, seni tenhalıqda koymaram, öpüşlerimle, o hislerimle, bütün isteğimle. Söylemedim kadar, seni seven var mı? Kalbe dokunan, seni hisseden birileri var mı? Ama kimi seni nefesine çeken, büyük sevgimi seni gizleyen birileri var mı? Söylemedim kadar, seni seven var mı? Kalbe dokunan, seni hisseden birileri var mı? Ama kimi seni nefesine çeken, büyük sevgimi seni gizleyen birileri var mı? Sen yalnız benimsen, sen bana aitsen, özümde benim kimi birisi var mı? Sen yalnız benimsen, sen bana aitsen, özümde benim kimi birisi var mı? Gecelik otağımda kal, seni kalbim bak çağırır. Sevgi dolu pıçıltılar beni başımdan çıkarır. Senden hiç vaxt doymaram, seni tenhalıqda koymaram. Öpüşlerimle, o hislerimle, bütün isteğimle. Söylemedim kadar, seni seven var mı? Kalbe dokunan, seni hisseden birileri var mı? Ama kimi seni nefesine çeken, büyük sevgimi seni gizleyen birileri var mı? Sen yalnız benimsen, sen bana aitsen, özümde benim kimi birisi var mı? Sen yalnız benimsen, sen bana aitsen, özümde benim kimi birisi var mı? Sen yalnız benimsen, sen bana aitsen, özümde benim kimi birisi var mı? Yaşar, təşəkkür edirəm Mən təşəkkür edirəm, gözəl çox sağ olun. ifana görə. Və təhlükəsizlikdən danışan zaman bəzən insanlar özlərini çox məharətli, üzgüçü hiss edərək həyatlarını riskə atırlar. Düşünürlər ki, illərdir üzgüçülüklə məşğul olurlar, heç bir dərinlik, heç bir dəniz onları qorxuza bilməz. Ümumiyyətlə, mən daha yaxşı üzrəm, mən daha yaxşı maşın idarə edirəm deyib bütün o avtoqəzaların əksəriyyətində boğulma risklərində oluruq. Ümumiyyətlə, daha yaxşı ölçüsünü, meyarını kim ölçə bilir? Çünki təbiət heç bir zaman sizin fiziki gücünüzün deyil, məsuliyyət hissinizi ölçür. Və boğulma riskli insanlar da
daha çox əksəriyyəti üzməyi yaxşı bacarıram, mənə heç nə olmaz ifadəsindən irəli gedir. Ümumiyyətlə insanda risk kompensasiyası var. Cəsarətli insan nə vaxt olur? O vaxt olur ki, insan özünə hansısa bir ya müdaxilə, hansısa bir maddə qəbul edərək və yaxud da özündən psixoloji cəhətdən çox razı olaraq özünü riskə atır. Və burada çimərlikdə riskə atmaq özünü deyil, qarşı tərəfi atmaqdır. Çünki bir insan boğulursa neçə nəfər onu xilas edir? Burada böyük bir şəkildə qrupdan söhbət gedir və insanlar öz həyatını düşünməmiş, mən daha yaxşı bacarıram deməklə suyun dərin hövzələrinə gedib hansısa bir arxeoloji tapıntılar axtarırlar, bilmirəm nə axtarırlar və yaxud da daha yaxşıyam deməyə bacarırlar. Bütün bir ailənin faciəsinə çevrilə bilir. Çünki illər öncə bir hadisə olmuşdu. Bir ailədən 3 nəfər, 3 qız övladı eyni vaxtda, eyni gündə dənizdə batıb həyatlarını itirmişdilər. Və araşdırmalara görə hər zaman biri batır və digəri ona kömək məqsədindən gəlir. Baxın, biri həyatda risk yaşamaq istəyirsə, onun hansısa bir həyəcanı varsa, digər ailə üzvünün ikinci, üçüncü məsuliyyəti var ki, gedim bacımı, qardaşımı, atamı, anamı xilas edeyim. Görürsünüz, bəzilərin riski digərlərin məsuliyyətindən üst-üstə düşür. Yəni bizim hansısa yaxınlarımız, əzizlərimiz, dostlarımız bizim riskimizə qurban getməməlidir. Düşünək ki, biz yaşamağı bir zarafat dırnaq arası düşünürüksə, digərlər isə öz məsuliyyətindən gəlir, ailə bağlarından gəlir, dəyərlərindən gəlir. Boğulma riskini hətta araşdıranda insan nə üçün boğulur? Adətən kinolarda göstərilir ki, insan boğulur, qollarını yuxarı qaldırır. Xeyr, əslində suyun müqavimət gücü bizim əzələlərimizi yorur və əzələ yolarkən baş yuxarı, əllər aşağıya doğru olur. Və yaxud da bizim çimərlik geyimlərimizin düzgün seçilməsi, qara tonlar və yaxud da su rəngli tonları biz suda axı hiss olunur. Açıq tonlardan daha çox istifadə etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirilmiş suda görülmə rəngləri var. Məsələn, deyək ki, biz batırıq suda hansısa bir səbəbdən və yaxud da əzələ yorğunluğu, xroniki xəstəliklər ola bilər. Yəni, hər zaman boğulma halları şəkər xəstələrində daha çoxdur, bu riskdir. Ya hər zaman hər kəs adrenalindən qorunmur. Mən məsələn xilas ediciyəm. Onu necə tapmalıyam? Su rəngindədirsə təbii ki, tapılma riski aşağı enir. Sudan fərqli rənglər və sudan diqqət çəkici rənglər bizim xilas edici işlərimizi daha da rahatlaşdırır və yüngülləşdirir. Bir də unutmayaq ki, hər bir insanın orqanizmi fərqlidir. Ola bilər ki, məsələn, günəş şüaları nəticəsində bizdə artıq susuzluq yaranır, oksigen azalır, oksigen beyinə çatmır. Hər bir insanın beyni öz çəkisinin 2% qədərdir və o 2% insanın 20% oksigeninə ehtiyac duyur. Yəni, bizim əslində boğulmamız, bizim su boğazımıza gəlməyimiz deyil, oksigen çatışmazlığımızdır. Ona görə diqqət edək ki, əgər sizin hansısa bir xroniki xəstəliyiniz varsa, digər xəstəlikləriniz varsa, oksigensizliyi, susuzluğu və əzələ yorğunluğunu nəzərə alaraq dənizin müəyyən sahillərində yer almamız gərəkdir. Hər yay fəsli gələndə insanın ağlına gəlir ki, görürsən bu yayda faciə ilə bitən mövsüm bağlanacaq yoxsa yox. Amma əfsuslar olsun ki, artıq bir neçə dəfə sosial şəbəkədə qarşılaşmışam gənclərin, gənc insanların, oğlanların, yeniyetmələrin boğulması ilə nəticələnən faciələr olub. Və eyni zamanda uşaqlar haqqında istərdim sizinlə danışım. Uşaqların qollarına şişirmə balonlar taxır valideynlər və düşünür ki, bu rahat şəkildə onların təhlükəsizliyini təmin edir. Baş verən boğulma hallarının gənclər və yeniyetmələrə daha çox aid olması, bayaq ki danışığınızda da qeyd elədiyiniz kimi gənclərin və yeniyetmələrin adrenalin və həyəcan axtarışında olması ilə əlaqəli olur. Burada mən qeyd etmək istərdim ki, valideyn nəzarətinin düzgün təşkil olmaması faktını da qeyd etmək olar. Bizim sual da ondan ibarət idi. Qollara taxılan şişmə balonlar haqqında bəzən valideynlər uşaqları çimərliklərə deyil, çimərlik üçün nəzərdə tutulmamış su kanallarına, su hövzələrinə, süni yaradılmış göllərə çimmək məqsədi ilə buraxırlar. Lakin düşünürlər ki, çimərlikdə dalğa var, lakin bu qeyd olunan su hövzələrində, süni göllərdə dalğa olmadığına görə insan həyatı üçün heç bir risk yoxdur. Mən əksinə deyərdim ki, həmən qeyd olunan yerlərdə insanların boğulma təhlükəsi qat-qat çimərliklərə baxdıqda artıqdır. Bunun səbəbi nədən ibarətdir? Çimərlikdə suyun sıxlığı daha yuxarıdır.
orada insan istər-istəməz suyun üst qatında daha rahatlıqla qala bilir. Lakin bizim qeyd elədiyimiz süni göllər, su hövzələri, su kanallarında suyun sıxlığı aşağı olduğuna görə, duzluluq olmadığına görə insan dərhal suyun alt qatına keçə bilir. Bundan əlavə həmən su kanallarında kənar hissələr betondan ibarət olduğuna görə insanın tək başına xilas olma ehtimalı çox-çox aşağıdır. Ona görə bu sahələrdə nəzarət olunmayan və istifadəyə yararlı olmayan deməli su kanallarında, su obyektlərində insanların daha çox az yaşlıların və yeniyetmələrin istifadəsi məhdudlaşmalıdır. Bu sahədə valideyn nəzarətinin mühüm rolu var. Çünki valideyn uşağını həmən su obyektlərinə buraxmamalıdır. Çünki bilməlidir ki, orada hər hansısa bir boğulma halı baş verərsə, uşağı xilas eləyən olmayacaq. Məkanlarda bir qədər səliqə-səhmanə əfslər olsun ki, vətəndaşlar riayət etmirlər. Nə kimi tədbirlər görülür ona görə? Çimərliklərdə boğulma halları ilə yanaşı digər baş verən bədbəxt hadisələr qida zəhərlənmələri ilə bağlı olur. Bunun səbəbi ondan ibarətdir ki, insanlar bəzən uyğun olmayan qidaları çimərliyə özləri ilə götürürlər və birbaşa günəş şüaları altında həmən qidalar saatlarla qalır və bundan sonra insan o qidaları istifadə etdikdə zəhərlənməklə üz-üzə qalır. O səbəbdən də mütləq aparılan qidalar uyğun olmalıdır. Yəni günəş şüaları altında saxlanılması məsləhət görülməyən qidaların ora çimərliyə aparılıb 1-2 saat günəş şüaları altında saxlanılması və ondan sonra istifadəsi yol verilməzdir. Hansı qidaları aparmaq olmaz? Bu qidalar deməli bişmiş qidalar bu kateqoriyaya aid edilir. Ondan sonra hər bir qidanın öz günəş altında saxlanma norması var. Bu qidanı apardıqda mütləq o normaya əməl olunmalıdır. Təmizlik məsələsinə qaldıqda isə bu təbii ki, hər birimizin əməl etməli olduğumuz bir məsələdir. Çünki ətraf mühit üzrə təhlükəsizlik normaları var. Ətraf mühitin təmizliyi hər birimizin vəzifə, vətəndaşlıq öhdəliyidir. Onu nəzərə almalıyıq ki, əgər biz hər hansısa bir qida məhsullarından istifadə edib onun paketlərini, plastik qablarını ətrafa, digər insanların istirahət etdiyi yerə atsaq, bu çox yanlış və düzgün olmayan bir minillər boyunca addımdır. plastik qablaşdırma təbiətdə qalır və həll olunmur. Təbii ki, bu çimərlik mövsümündən sonra çimərliklərdə qeyd elədiyiniz plastik qabların, qida məhsullarının paketlərinin təmizlənməsi üçün siz təsəvvür edin ki, demək olar ki, hər ay tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində könüllülük prinsipi əsasında mövcud olan təşkilatlar tərəfindən həmən təmizlik və abadlıq işləri aparılır. Ancaq onu nəzərə alaq ki, insanlar özləri bu qaydalara əməl etsələr, həmən ərazini çirkləndirməsələr, bu tədbirlərin də aparılmasına ehtiyac olmaz. Yəni hər bir insan öz istifadə etdiyi qida məhsullarının paketlərini, su qablarını və digər ləvazimatları təmizləsə, təbii ki, çimərliyimiz həm özümüz üçün, həm də turistik məqsədlərlə xaricdən gələn qonaqlar üçün daha əlverişli və daha təmiz sanitarik gigiyenik normalara tam uyğun olar. Çimərlikdən istifadə edərkən spirtli içki məsələsinə toxunmaq istərdim. Baş verən bədbəxt hadisələrin demək olar ki, böyük əksəriyyəti spirtli içki qəbul edərək çimərliyə daxil olan insanlarla baş verir. Buna görə də ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə çimərliyə spirtli içki qəbul edərək daxil olmaq qadağandır. Ərazilər var ki, bayaq qeyd etdiyimiz çimərlik əraziləri, orada təhlükəsizlik tədbirləri görülmür. Ərazilərdən istifadə edən vətəndaşların məsuliyyəti kimə aiddir? Əgər qeyd olunan ərazilər çimərlik məqsədi üçün istifadəyə yararlı hesab olunursa, çimərlik operatorları deyilən bir anlayış var. Həmən çimərlik operatorları çimərlik ərazisində fəaliyyət göstərən və orada təhlükəsizlik öhdəliklərinə görə məsuliyyət daşıyan bir şəxslər və yaxud hüquqi şəxslərdir. Təbii ki, çimərliklərdən doğru düzgün istifadə insanların, hər bir insanın vətəndaşlıq öhdəliyidir. Lakin çimərlik operatorları tərəfindən də insanlar üçün təhlükəsiz və sağlam şərait təşkil olunmalıdır. Təhlükəsiz və sağlam şəraitin təşkil olunmasına nələr daxildir? Bu şərait insanların
boğulma təhlükəsi ilə üz-üzə qalmaması üçün müəyyən olunmuş hədd çərçivəsində təhlükəsizlik bariyerlərinin quraşdırılması, insanların sanitarik, gigiyenik tələblərinin ödənilməsi, xilasedici qrupunun, xilasedicilərin qeyd olunan çimərliklərdə fəaliyyət göstərməsi daxildir. Onu da nəzərə Aydındır. almaq lazımdır ki, xilasedicilər müəyyən vaxt çərçivəsində fəaliyyət göstərirlər. Mövzumuz haqqında da danışarıq. Yalnız Yaşar bəyin ifasında bir mahnı dinlədikdən sonra. Məni uzaq tutma qəlbində qalım, səndən uzaqlarda bərbaddır halım. Bəs verdiyin sözlər ardadır zalım, gözlər əsrətdədir qəlbim narahat. Birgə gəzdiyimiz yerləri indi gəzirəm qarış-qarış yenə. Həmən sahil, həmən dəniz necə tanışdır mənə. Mən heç unutmaram səni, ötüb illər keçsə də. Xəyalımla keçir günlərim, qovuşmaq geciksə də. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Mən heç unutmaram səni, ötüb illər keçsə də. Xəyalımla keçir günlərim, qovuşmaq geciksə də. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Gəlim səni almalım. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Xəbər elə yarım, gəlim səni almalım, daha ayrılıqlar olmasın. Xəbər elə yarım, qoyma məni tənha qalım, sevənlər ayrı qalmasın. Ümumiyyətlə çimərlik mövsümündə və yaxud da çimərlik mövsümündə olmaya da bilər. İnsan spirtli içki istifadə edəndə və yaxud da psixoaktiv maddələr istifadə edəndə onda aşırı bir cəsarət yaranır və cəsarət gətirib insanı başqa dalğalara gətirə bilir. Məsələn, psixoaktiv maddələr insanın beyninin ön hissəsində risk kompensasiyasını aşağı salır. Məsələn, siz qırmızı o sərhəd xəttini görə bilirsiniz, amma deyirsiniz ki, bu o deyil. Çünki qərar vermə düşür aşağı. İnsan bu spirtli maddəni qəbul edir. Burada bioloji dəyişikliklər baş verir. İnsanın təbii ehtiyacları artır. Təbii ehtiyaclar artanda suya ehtiyacı olur və boğulma zamanı dəniz suyunu qəbul etmiş oluruq.
Dəniz suyu isə bədənə daxil olur. Bütün o qəlsəməli, biz canlılar kimi deyilik, suda o həll olunmuş oksigeni qəbul edək. Bizim elə bir xüsusiyyətimiz yoxdur. Sosial şəbəkələrdən yəqin ki, hər birimiz istifadə edirik. Kimi çox, kimi az istifadə edir və sosial şəbəkələrdə riskli şəkildə çəkilən müəyyən videolar görürük. Onlar hardasa özlərini digər insanlara örnək kimi göstərirlər, xüsusilə gənc nəsil nümayəndələrini yeniyetmələrə. Çimərlikdə boğulma hallarının qarşısının alınması üçün müvafiq dövlət qurumları tərəfindən istər yay mövsümündə, istər mövsümdən öncə çox iri həcmli maarifləndirici və təbliğat xarakterli tədbirlər görülür. Reklam çarxları, müxtəlif videoroliklər, müxtəlif kütləvi informasiya vasitələri tərəfindən paylaşılır, dərc edilir. Siz təsəvvür edin ki, hər hansısa bir insanın təhlükəsizlik qaydalarına dırnaqarası yanaşmasını təbliğ etməsi neçə-neçə insanların həyatı üçün də təhlükə yarada bilər. Xüsusilə azyaşlılar və yeniyetmələr həmən paylaşılan təhlükəli videoroliklərə baxaraq öz həyatlarını da təhlükəyə ata bilərlər. Ona görə də bu sahədə bu qədər aparılan təbliğat işlərini kölgəyə salmamaq üçün əksinə insanlar özləri də fərdi şəkildə çimərlikdə təhlükələrlə bağlı öz ailə üzvləri ilə təbliğat və maarifləndirici danışıqlar aparmalıdırlar. Hər bir ailədə azyaşlılarla, yeniyetmələrlə çimərlikdə boğulma halları necə baş verir? Çimərlikdə boğulmamaq üçün hansı tədbirlər görülməlidir? Bu barədə danışıqlar aparılır. Və boğulan zaman nə etmək lazımdır? Bəli. O məqamda var. Yaşar Yusuf övladlarına məlumatlandırır övladlarını Əlbəttə. və maarifləndirir. Əlbəttə, yəni necə deyim, ata-babadan bildiyimiz kimi hər dəfə bizə uşaqlıqdan deyiblər ki, bala uzağa getmə, diqqətli ol, necə deyim, fikrin orada burada olmasın. Həmin şey əslində biz deyirik. Mən əslində oğlum biraz daha çox üzəndir və sevir. Fikir verirəm ki, yəni daha çox dənizdə olsun, hovuzda olsun, ən çox saatlarla hətta. Deyirəm olmaz, bəs bu qədər falan filan. Görürəm ki, uşağın bir həvəsi var. Bir də o bayaqlar dediyi, mən bacararam, mən bilirəm, mən üzə bilirəm. Doğrudan da o uşaq vaxtından üzgüçülük dərslərinə falan o vaxtları yəni onu qoymuşduq və görürəm ki, bu gün o uşaq necə deyim, sərbəst üzməyi bacarır, amma yenə də hər bir halda dönə-dönə tapşırırıq bütün valideynlər kimi ki, getmə uzağa, yaxında ol, diqqətli ol falan filan. Çünki mütləqdir ki, valideyn olaraq bizim borcumuzdur. Bütün valideynlər gərək evladlarına, ailə üzvlərinə necə deyim, onu xatırlatma etsinlər. Və əvvəllər dəniz kənarında uşaqları, elə böyüklər sağlamlıq məqsədi ilə ayaqlarını, özlərini quma bastırırdılar. Son zamanlar belə bir video çarxlar qarşıma çıxır ki, müəyyən yerlər var ki, orada qəti şəkildə elə bir şey etmək olmaz. Çünki dənizin suyu insanı özünə çəkə bilər. Bu haqda istərdim danışaq. Siz sosial şəbəkələri qeyd etdiniz. Mən ona əlavə etmək istəyirəm ki, bugün sosial şəbəkədə çox yaxşı videolar da aparılır, kampaniyalar. Səhər tezdən oyanıb dənizə daxil olmaq, sağlamlığın göstəricisi. Hətta əvvəllər insanlarda belə bir düşüncə vardı. Sənin yaşın uyğun deyil, buna artıq yaşlanmısan. Amma bugün bizdə o yaş kompleksi ortadan götürülür və çox sərbəst şəkildə insanlar dənizdən maarifləndirmə və yaxud da digər kampaniyalarına şəkillər, videolar çəkirlər, göstərirlər. Yəni sosial şəbəkələr hər zaman negativi göstərmir. İnsan nəyi çox izləyirsə, o qarşısı tərəfinə çıxır. Bugün o qədər yaxşı dənizdən istifadə edənlər var. Bugün o qədər gözəl kontentlər çəkənlər var ki, dənizə gedib ən yaxşı məkanlarda maddi baxımdan əyləşmək xoşbəxtlik həm də deyil. Bəzən məsələn bizim qarşılaşdığımız nə idi? Bir qarpız, bir pendir, evdən hansısa bir məhsulları götürüb dəniz kənarına getmək. Bəli, bu əslində iqtisadiyyatın formalaşmağı deməkdir. Yanımızdakı uşaqlar düşünür ki, ailə büdcəsini necə qorumaq olar? Məsələn, dəniz kənarında əgər X rəqəmi ilə satılan su evdə ondan 4 qat aşağıdırsa, biz evdəki suyu götürə bilərik. Baxın, bir dəniz prosesi
bir uşaqda nə qədər gələcəyə dair ailə qayğılarını və ekonomiyasını yaradır. Və yaxud da sosial şəbəkələrdə bir uşaq görür, babası yaşında bir şəxs səhər tezdən dənizə gedir, idman edir, soyuq suya daxil olur. Bundan gözəl kampaniya yoxdur. Çünki o uşaq hər zaman balkondan baxıb həmin şəxsi izləyə bilməz. Lakin qızıl orta, bütün bu proseslər çox gözəl gəlir. Sonra nə olur? Həmin o polietilən klokları biz əlavə edirik, qarpız qabıqlarını və yaxud da istədiyimiz qalıqları aparıb məhsibil qutusuna mı yüklüyürük, yoxsa dənizdə sizin müəyyənləşdiyiniz o ayaqlarımızı bastıraq deyə olduğumuz qidalara mı ilişir ayağımız? Bax, orada məsuliyyət başlayır. Son söz olaraq fikrinizi siz bildirin, sizinlə davam edək. Gözəllik hər zaman da yaxşı şəkildə geyinib, bəzək-düzəkdə olmaq, ən ideal şəkildə danışmaq deyil. Əslində gözəllik heç kəsə mane olmamaqdır və əyləncəni də, sevgini də, qayğını da rahat şəkildə yaşamaqdır. Dəniz mövsümüdür, hər birinə təhlükəsizlik, gözəl çimərlik mövzusu arzulayıram və kiminsə əyləncəsi, kimsə məhdudiyyəti olmamalıdır. Təşəkkür edirəm. Buyurun oxun. Çimərlikdən istirahət və əyləncə məqsədi ilə istifadə edən insanlara bir daha sizin televiziya kanalınız vasitəsilə çağırış etmək istərdim ki, istirahətləri faciələrlə deyil, xoş xatirələrlə yadda qalması üçün mütləq istər çimərlikdə, istər gündəlik yaşamımızda təhlükəsizlik qaydalarına əməl edək. Təşəkkür edirəm. Mən də demək istəyirəm ki, hər şeyin, ümumiyyətlə mənim, necə deyim, baxışım budur, hər şeyin çoxu, hər şeyin artığı, hər şeyin, necə deyim, ifratı, zərərdir, ziyandır. Ona görə diqqətli olmaq lazımdır, dəniz mövsümüdür, o gəlir 1 ay, 2 ay, 3 ay olur, amma həyat qarşıdadır, hər şey qarşıdadır, insanlar böyüyürük, inkişaf edirik, daha da hər kəsin öz, necə deyim, gedə biləcəyi, çata biləcəyi bir yerlər var ki, onun üzərində, onun uğrunda işlər görürük, arzularımız var, planlarımız var. Odur ki, hər zaman insanlar arzularına çatsınlar. Arzularına çatsınlar, amma yenə də ağılla, başla, səliqə, səhman, istirahət də olsun, amma ondan da vacib işlər var. Təşəkkür edirəm hər birinizə. Ümidvaram ki, bizi izləyən izləyicilərimiz maarifləndilər, buradan məlumatlar öyrəndilər və yaxınlarının, əzizlərinin mütləq təhlükəsizliyini nəzarət etsinlər. İstirahət edən zaman əlbəttə çimərliyə də getmək olar, ölkə xaricinə də çıxmaq olar, ölkə daxilində də gözəl istirahət etmək olar. Ən əsası sağlamlığımıza riayət edək, təhlükəsizliyimizi də təmin edək. Eyni zamanda istirahət demişkən mənim də təşəkkürüm var. Bu gözəl məkanın rəhbərliyinə, Hill restoranı rəhbərliyinə təşəkkürümü bildirirəm və siz də sevdiklərinizlə gəlib bu gözəl məkanda istirahət edə bilərsiniz. Biz də istirahət edirik, istirahətimiz davam edəcək Yaşar bəyin ifasında gözəl bir mahnı dinləyən zaman. Hələlik. Şirin şirin sözleri var, kimin belə yarı var pakizə. Qapqara gözləri var, şirin şirin sözləri var, kimin belə yarı var pakizə. Gəl gəzək, seyr eləyək çölü, düzü pakizə. Gözəl qızlar içində can sirdaşım pakizə. Gözəl qızlar içində can sirdaşımsan. Gəl gəzək, seyr eləyək çölü, düzü pakizə. Gözəl qızlar içində can sirdaşım pakizə. Gözəl qızlar içində can sirdaşımsan. Nazlı yarım, gülüzarım, vəfadarım. Nazlı yarım, gülüzarım, vəfadarım.
sen pakize, güzel kızlar içinde can sırdaşımsan. Gedey gezey seyrey çölü düzü pakize, güzel kızlar içinde can sırdaşım pakize, güzel kızlar içinde can sırdaşımsan. Nazlı yarım, gülizarım, vefadarım, nazlı yarım, gülizarım, vefadarım. Hey! Gel gezey seyreleyey çölü düzü pakize, güzel kızlar içinde can sırdaşım pakize, güzel kızlar içinde can sırdaşımsan. Gel gezey seyreleyey çölü düzü pakize, güzel kızlar içinde can sırdaşım pakize, güzel kızlar içinde can sırdaşım.